Zabit həyatı hər kəsin öhdəsindən gələ biləcəyi qədər asan bir həyat deyil. Bu həyatın ağırlığına hər kəs dözə bilmir. Zabit olmaq vətəni ailəndən, sevdiklərindən, övladlarından da irəli tutmaq deməkdir. Zabit olmaq gecə-gündüz vətənin keşiyində dayanmaq deməkdir. Zabit olmaq vətən üçün düşünmədən qan tökmək, lazım gələrsə canını vermək deməkdir. Vətəni üçün canını verən qəhrəman zabitlərimizdən biri də şəhid mayorumuz İsmailov Fuad Muradoğludur. Fuad 1986-cı il oktyabr ayının 26-sında Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. Anadan olduğu, boya-başa çatdığı kənddə tez-tez hərbi formada gəzən zabitləri görən Fuad hələ uşaqlığından zabit olacağı qərarını vermişdi. Fuad 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2005-ci ildə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olur. 2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə isə mayor hərbi rütbələrini alan Fuad, nizam-intizamına görə bir neçə dəfə medallarla təltif edilir. İkinci Qarabağ müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Fuad, müharibənin ən qızğın nöqtələrində iştirak edir. Bütün təcrübəsini, hərbi biliyini müharibədə işlədən Fuad ermənilərə qan uddurmağa başlayır. Onun hərbi savadı, döyüş taktikası nəticəsində dəfələrlə əskərlər ölümdən xilas olur. Düşmənin canlı qüvvəsi isə əksinə darmadağın edilir. Qəhrəman mayor oktyabrın 4-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadətə ucalır. Ölümündən sonra Suqovuşanın azad olunmasına görə, igidliyə görə, vətən uğrunda medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilir. Şəhid mayor İsmailov Fuad Muradoğlu Bakıda 2-ci Şəhidlər Xiyabanında dəfn edilir.